Xəstə müraciət elədib yanımıza, belindən tutan ən çox ağrıları budun arxa hissəsindədir. Xəstə dekabr ayında 54-55 səviyyəsində əməliyyatı keçirdib. Ona baxmayaraq ki, ağrılar da qalmışdı. Ondan sonra müalicələr alırdı, fizioterapiya proseduru keçmişdi. Fizioterapiyadan sonra biraz yüngüllük hiss elədi, amma ağrılar yenə də davam edir. Biz xəstəni MRG-yə göndərdik və MRG nəticəsində xəstədə 55S1 səviyyəsində buynuz qışasının tutulması var və ona görə qərara gəldikdə xəstəyə epidural blokada və həm də MRT nəticəsində faset oynaqlarının sağ tərəfdə degenerativ dəyişikliklər, həm faset blok, həm də epidural steroidin blokada proseduru yerinə yetirək. Ondan sonra müalicə yazıb və tövsiyə olunacaq ki, gimnastik uprajniyaları davam eləsin ki, gələcəkdə bu ağrılar təzədən geri qayıtmasın.